Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bugün sizlərlə 2013-cü il Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi Abituriyent jurnalı 1-də verilən test nümunələrinə, yəni model test nümunələrinə nəzər salacaq. Hər birinizi salamlayıram. Bir daha testlərin izahına başlamaq istəyirəm. Sxemdə M və N məntəqələri üçün sutka ərzində gündüzün uzunluqları verilmişdir. Bir məntəqədə gündüzün və gecənin uzunluqları təbii ki, günəşin zenit vəziyyətindən asılı olaraq formalaşır. Əgər bir məntəqədə gündüzlər uzundursa, deməli, məntəqə günəşin zenitdə olduğu yarımkürə ilə eyni yarımkürədədir. Əgər yox, gecələr uzundursa, deməli, əks yarımkürədədir. O zaman biz burada nəyi təyin edə bilərik? Sutka ərzində gündüzün uzunluqları verilmişdir. Aşağıda tarixlər var, baxın. 22-12-ci ay, yəni bu tarix hesab olunur 22 dekabr tarixi. Baxırıq yoldaşlar, deməli burada 21-3 bu tarix hesab olunur 21 mart tarixi. 22-6-cı ay, yəni 22 iyun tarixi və sonuncu 23-9-cu ay, yəni 23 sentyabr tarixini bizə bildirir. Verilənlərdə burada görürsünüz, gündüzün uzunluqları saat etibarilə, yəni 0-dan 24 saata qədərdir. Biz bu sualı dəqiqləşdirsək, M məntəqəsi və N məntəqəsi, deməli, M-i N-dən fərqləndirəni soruşur, yəni M-ə aid olan xüsusiyyətləri soruşur. Əvvəlcə təyin eləyə görək, M hansı, təbii ki, belə deyim, yarımkürədədir. Bir dənə bura diqqətlə baxsaq, biz burada M-in olduğu yəni M məntəqəsində biz gündüzün uzunluğuna fikir versək, bu gündüzün uzunluğu olur 24 saat və bu hansı tarixə təsadüf eləyir? Təbii ki, bunun təsadüf elədiyi tarix hesab olunur 22 iyun tarixi. 22 iyunda bir məntəqədə 24 saat gündüzdürsə, bu qütb gündüzü adlanır. Deməli, bu məntəqə sırf 22 iyun tarixində qütb gündüzünü yaşayır deyə hesab olunur M şimal qütb dairəsində, yəni şimal yarımkürəsində, şimal qütb dairəsi. Və biz burada N-ə baxsaq, N-də isə necədir vəziyyət? N-də 22 iyun tarixində tam əksi olaraq, təbii ki, görürsünüz, baxın, biz burada bunu biraz fərqli rənglə işarələyək ki, aydın görəsiniz. Deməli, bura diqqətlə baxsaq, orada gündüzün uzunluğu nəyə bərabərdir? 0-a. Deməli, o zaman N məntəqəsi hesab olunur. 24 saat qütb gecəsini yaşayır, çünki gündüz yoxdur artıq orada. Buna deyirlər cənub qütb dairəsi. O zaman biz burada nəyi təyin eləmiş oluruq? Bizə deyir ki, şimal qütb dairəsinin, yəni M-i N-dən cənub qütb dairəsindən fərqləndirən xüsusiyyətlər. Baxırıq, M məntəqəsində N məntəqəsinə nisbətən quru sahəsi daha çoxdur. Bəli, M məntəqəsi şimal yarımkürəsində Şimali Amerika və Avrasiya materikini kəsir deyə şimal qütb dairəsi quru səthi daha çoxdur. Bir doğru cavabdır. M məntəqəsi N məntəqəsinə nisbətən qütbə daha yaxındır. Əlbəttə ki, hər ikisi yerləşdikləri yarımkürələrdəki qütblərdən eyni məsafədədir. Çünki bu da 66.5 enlikdir, bu da 66.5 enlikdir. Ona görə bu fikir yanlışdır. M məntəqəsində N məntəqəsindən fərqli olaraq daima qütb ulduzu görünür. Bəli, M şimal yarımkürəsində olduğu üçün orada qütb ulduzu görünür. 1-3 doğru cavabdır. M-i N-dən fərqləndirir. N məntəqəsində qütb gecə gündüzləri daha uzun olur, səhvdir. Hər ikisində ildə bir dəfə qütb gündüzü və gecəsi olur. Çünki bu qütb dairəsinin özünə məxsus xüsusiyyəti idi. M məntəqəsi üzərində günəş zenitdə olur. Bu fikir yanlışdır. M məntəqəsi şimal qütb dairəsidir. Biz bilirik ki, günəş tropiklərdən kənarda zenitdə ola bilməz. Doğru cavab 1 və 3, yəni C variantı hesab olunur. Növbəti test nümunəsinə biz nəzər yetiririk. Bu test tapşırığımızda nə görəcəyik yoldaşlar? Deməli, bizə müxtəlif diaqramlar verilmişdir və bu diaqramlarda müxtəlif illər əks olunmuşdur. Deməli, 1960-cı ildə biz nə gördük? 20 yaşa qədər olanların payı nisbətən, görürsünüz, az olmuş. 20-60 yaşa olanların payı nisbətən çox. 60-dan yuxarı yaş qrupları isə gördüyünüz kimi nisbətən az hesab olunur. Növbəti 1980-ci ilə gələndə burada vəziyyət dəyişmiş, 20 yaşa qədər olanların payı gördüyünüz kimi artmışdır. Bu nə deməkdir? Əhalinin uşaq yaş qrupları, baxın bu aşağının uşaq yaş qrupu götürdük. Uşaq yaş qrupları artırsa, deməli həmin ölkədə təbii artım 1960-dan
təbii ki, 80-cı ilə qədər artmış hesab olunur. Gördüyünüz kimi artım artma istiqaməti getdi. Növbəti ildə isə vəziyyətə bir dənə diqqətlə baxın. Uşaq yaş qrupları yenidən nə edib yoldaşlar? Azalıb. O zaman əhali təbii artımı nə edib? Aşağı düşmüş. Doğru cavabımız nə variantı oldu? B variantı oldu. Növbəti biz test nümunəsinə nəzər yetirək. Sual nömrə 3. Sualın izahına baxdıqda biz əvvəlcə nəyi təyin eləməliyik? Siz bilirsiniz ki, sualın şərtinə diqqət eləsək, burada Azərbaycanda yağıntılar və buxarlanma qabiliyyəti verilib. Yağıntı əlbəttə ki, özü buxarlanmadır. Buxarlanma qabiliyyəti isə özü təbii ki, yer səthindən müəyyən temperaturda buxarlana biləcək suyun miqdarıdır. Buxarlanma qabiliyyəti temperaturdan asılıdır, temperatur. Amma yağıntı isə həmin temperaturda suyun mövcudluğundan asılıdır. Su mövcud olsa su buxarlanacaq və yağıntı yağmış olacaq. İndi nəzər yetirsək, biz demişdik ki, rütubətlənmə əmsalı anlayışı. Bu kəmiyyət bərabər idi yağıntının buxarlanma qabiliyyətinə olan nisbətinə. İndi biz hər bir məntəqə üçün bu göstəricini təqribi olaraq müəyyən eləyək. Rütubətlənmə əmsalının birinci məntəqə üçün təyininə baxaq. Burada rəqəm itibarilə bu 200 və 400-ün arasındadır gördüyünüz kimi. Nə qədər olacaq yoldaşlar? Məsələn, 300 mm bölünsün. Buxarlanma qabiliyyətinə biz baxsaq, təqribən gəlir hara yoldaşlar? Təbii ki, 1100 mm-ə qədər. 1100 mm. Burada rəqəm belə deyim, təqribən 0,2-yə bərabərdir. Bu 0,3-dən azdır. Yəni bu rütubətlənmə əmsalı vahiddən təbii ki, hesab olunur kiçik. Bunu buradan biz qeyd eləyək. Vahiddən nə oldu? Təbii ki, vahiddən kiçik oldu. Ona görə də bu bizim düzən bölgələrimiz hesab olunur. Yəni, quraq rayonlarımız. Bura uyğun gəlir Azərbaycanın düzən bölgələri. Yəni, variant etibarilə baxsaq, bura uyğun gələn cavablar birincisi olacaq təbii ki, ikinci məntəqə. Söhbət burada gedir mil düzündən. Yəni, baxın, ikinci məntəqə, biz bunu buradan işarələyək. Və bir də 6-cı məntəqə. Biri mil düzü, biri də Qobustan alçaq dağlığı. Yəni, birinciyə aid oldu 2 və 6-cı məntəqə. İkinci, biz qrafikdə ikinci rütubətlənmə əmsalını təyin eləyək. Rütubətlənmə əmsalı bərabərdir. Yağıntısına fikir versək, bu təqribən 600-800 arası 700 mm yağıntıdır. Buxarlanma qabiliyyəti isə fikir verin 900 mm-ə qədərdir. Bu təqribən 0,8 eləyir. Bu vahidə yaxınlaşır. Bu Azərbaycanın dağ ətəyi bölgələridir. Dağ ətəyi. Dağ ətəyi bölgələrimizə uyğun gəlir. Burada baxın, biz bunu biraz fərqli belə deyim, rəng ilə işarələyək. Yəni, diqqətlə bura baxın. Bura uyğun gələcək, təbii ki, birinci və 5-ci məntəqə, yəni 2-yə aid olacaq, təbii ki, 1 və 5 və sonuncu, biz diqqətlə baxsaq 3-cü məntəqə üçün əmsala, burada rütubətlənmə əmsalını mən təyin eləsəm, yəni diqqətlə baxın, yağıntının miqdarı olacaq 1100 mm, buxarlanma qabiliyyəti isə görürsünüz 3-cü məntəqə nə qədərdir? 800 mm. 1100-ü 800-ə böldüyümüzdə əmsal təbii ki, təqribən 1,2-yə falan edir, yəni vahiddən böyük. Vahiddən böyük olması üçün yağıntının miqdarına diqqət eləməliyik. Biz burada Azərbaycanın götürməliyik. Təbii ki, orta dağlıq bölgələrini, yəni məntəqələrdən biri 3, biri isə 4 hesab olunacaq. Yəni, 3-cüyə olacaq 3 və 4. Deməli, cavablara baxdaq. 2, 6, 1, 5, 3, 4. Distraktorları da biz təyin edirik. Yəni, diqqətlə baxaq. Deməli, 2, 6, 1, 5, 3 və 4. Doğru cavabımız oldu. Təbii ki, Y variantı. Növbəti biz test nümunəsinə nəzər yetiririk. Bu test nümunəsi nədən ibarətdir? Biz bilirdik ki, yer kürəsində işıqlanma qurşaqları mövcuddur. İşıqlanma qurşaqlarının şərti sərhəd xətlərini biz özümüz üçün təyin edək. Bilirsiniz, ekvator xətti var idi yer səthində, tropik xətləri var idi, 23,5 dərəcəlik enliklər, 66,5 dərəcəlik enliklər var idi. Bunlar bizim qütb dairələrimiz hesab olunurdu və qütblərimiz var idi, 90 dərəcəlik enliklər. Gəlin baxaq. Yoldaşlar, biz burada nəyə özümüz üçün aydınlaşdıraq? İki tropik xətti arası bizim üçün demişdik, tropik işıqlanma qurşağıdır.
Biz demişdik, yadınıza gəlirsə, baxın bura diqqətlə. Tropiklərlə qütb dairəsi arası bizim şimal mülayim işıqlanma qurşağımızdır. Tropiklərlə cənub qütb dairəsi arası olacaq bizim cənub mülayim işıqlanma qurşağımız. Və sonuncu, biz deyəcəyik ki, qütblərlə qütb dairəsi arası bizim şimal qütb işıqlanma qurşağımızdır. Cənub qütb dairəsi ilə cənub qütb arası isə cənub qütb işıqlanma qurşağımız hesab olunur. O zaman biz burada şərtlərə diqqətlə baxsaq, salamlayaq. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi. Bir dənə fikir verək. Şimal mülayim işıqlanma qurşağının cənub sərhəddi hesab olunur yoldaşlar. Təbii ki, şimal tropik xətti, baxın bura diqqətlə baxın. Bu xətt, sərhəd buradır. Şimal tropik xətti 20.5 şimal enliyi və cənub mülayim işıqlanma qurşağının şimal sərhəddi. Cənub mülayim işıqlanma qurşağı budur. Onun şimal sərhəddi, baxın gördüyünüz kimi düşür. Əlbəttə ki, cənub yarımkürəsindəki tropik xəttinə, yəni məntəqələrimizin biri şimal tropik xətti, biri isə cənub tropik xətti oldu və bizdən onlar üçün oxşar cəhətləri müəyyən edin deyə soruşdu. Günəş zenitdə olmur. Baxın, bu fikir yanlışdır. Günəş ildə bir dəfə zenitdə olur. Bu, ona görə də yanlışdır. Günəş ildə bir dəfə zenitdə olur. Bu fikir doğrudur. 22 iyunda şimal tropikində, 22 dekabrda cənub tropikində. Qalxan hava axınları səciyyəvidir. Siz bilirsiniz ki, yerin öz ox ətrafında fırlanması nəticəsində ekvatorda qalxan hava dinamik səbəbdən tropiklərdə enirdi. Bu qalxan hava söhbəti yanlışdır. Orada enən havadır. Enən hava axınları hakimdir. Bu fikir doğrudur. 2-4. Mülayim iqlim qurşağında yerləşirlər. Bu sərhəd xəttidir. Nə mülayim, nə tropik işıqlanma qurşağı hesab olunmur. Getdi. Tropik iqlim qurşağında yerləşirlər. Bəli, 20 dərəcə ilə 30 dərəcəlik enliklər arası tropik işıqlanma iqlim qurşağı hesab olunur. Cavab 2, 4 və 6 variant oldu yoldaşlar, D variantı. Növbəti test nümunəmizə nəzər yetiririk. Baxaq yoldaşlar. Deməli, bizə nə soruşur sualda? Uyğunluq gözlənilmişdir deyə bir sual nümunəsidir. Bizə urbanizasiya səviyyəsi verilib. Türk dövlətlərində urbanizasiya səviyyəsinə nəzər yetirsək, siz bilirsiniz ki, urbanizasiya şəhər əhalisinin xüsusi çəkisidir. Şəhər əhalisinin xüsusi çəkisinin ən yüksək olduğu Türk dövləti təbii ki, hesab olunur. Variantlarda elə biz doğru cavabla baxaq. Türkiyə, orada 70%-in üzərindədir urbanizasiya. Ardınca gələcək Qazaxıstan, şəhərləşmə ilə əlaqədar 60% üzərində. Azərbaycan bu rəqəm təqribən 53-54%-ə bərabərdir, yəni 50% üzərində. Sonra Türkmənistan bu 45-46%-dir. Özbəkistan, ən zəifi isə dağlıq relyefin səciyyəvi olduğu Qırğızistan dövlətidir. Doğru cavab oldu C variantı sualda. Növbəti test tapşırığına biz nəzər yetiririk. Bu test tapşırığı 6-cı sual. Bizə verib ki, kəsmə yüksəkliyi 25 metrdir. Yəni, qonşu horizontallar arası hündürlüyü fərqi neçə metrdir yoldaşlar? 25 metrdir. O zaman mən burada nəyi görürəm? Bir dənə diqqətlə baxın. Bu horizontalın rəqəmini verib neçə? 150. O zaman buradakı horizontalın da qiyməti neçədir? 150. Ondan sonra verilən bu horizontalın qiyməti isə neçədir yoldaşlar? 175. Özünüz bir şey aydınlaşdırın. A məntəqəsi hardadır? A məntəqəsi berkişliklər kənara doğru olduğu üçün, əgər bu horizontalım 150-dirsə, A məntəqəsi özü 125 ilə 150-nin arasından başlamalıdır. 125-150-nin arasından başlayırsa, A-nın burada 0-50 arasından başlaması mənə bildirir ki, bu variant yanlışdır. Növbəti hissədə biz burada baxsaq, A yenə burada 50-100 metr arasından başladığı üçün B variantı yanlışdır. Növbəti hissədə yenə biz diqqətlə baxırıq yoldaşlar. Burada gördüyünüz kimi A məntəqəsi 50 metrdən başlayır. Deməli, bu yanlışdır. D-də 200 metrdən yuxarıdan başlayır. Deməli, D də yanlışdır. Bizim avtomatik doğru cavabımız nə qalır yoldaşlar? Təbii ki, Y variantı. Amma gedişata diqqət eləyək. Y variantı düzgün cavabdır. Bəs gedişatda bizə nə lazımdır? Əgər bura 150-dirsə, gördüyünüz bu horizontal olacaq 175. Onun üzərindəki olacaq təbii ki 200. Ondan yuxarıda olacaq 225 və 250. Deməli, A məntəqəsi 125-dən başlamalı və 250-ni keçməlidir. 250-ni keçdikdən sonra 175 metrə qədər düşməlidir. Ondan sonra yenidən, baxın, 200, 225 metrə qalxmalıdır
225 metrə qalxmalıdır. Sonra yenidən 175 metrə qədər azalmalıdır. Baxın, belə bir profil yazaq. Bu profilə uyğun gələn cavabımız olur. Təbii ki, bir dənə diqqətlə baxsaq, Y variantı. Növbəti test nümunəmizə nəzər yetiririk. Təbii ki, sual burada, belə deyim, hidrosferlə bağlı duzluluq məsələsidir. Bu sualın həlli qaydasında çox asan bir üsul sizə deyəcəm. Deməli, yoldaşlar, siz bilirsiniz ki, su buxarlandığı zaman siz bilirsiniz ki, su buxarlandığı zaman təbii ki, duzluluq müvafiq olaraq, yoldaşlar, artırdı. Ümid edirəm ki, bağlantı ilə bağlı bir sorun yoxdur. Çünki bağlantıda qırılma ola bilər. Hər şey düzəldirsə, davam edək. Ümid edirəm, bağlantı ilə bağlı bir sorun mövcud deyil. Baxaq. Deməli, duzluluğu 12 promil olan, əgər bizim 1 litr suyumuz varsa və onun duzluluğu 12 promildirsə, bu o deməkdir ki, 1 litrdə 12 qram duz var. Yəni, biz bunu promillə də ifadə edə bilərik. 1 litr suyun 75%'ni buxarlandırdılar. Yoldaşlar, vahidin 75%'i 0,75 edir. 0,75 litr su buxarlanarsa, o zaman bizim əlimizdə qalan suyun miqdarı 0,25 litr edir ki, biz bunu x tənasübünü quracaq. Biz burada nəyə diqqətlə baxaq? Və biz suyun buxarlandığını bilirdiksə, o zaman duzluluq artırdı və biz burada çarpaz vurmayacaq. Artıq bizdə düz mütənasib yox, tərs mütənasib olacaq. O zaman tənasübün belə olacaq. 0,25 x bərabərdir 12. X bərabərdir 12 bölünsün 0,25. 12'ni 0,25'e böldükdə cavabımız eləyir yoldaşlar. Təbii ki, 48 promil. Doğru cavab oldu yoldaşlar D variantı. Növbəti biz sual nümunəsinə baxırıq. Bu sual nümunəsi 8-ci test tapşırığı hesab olunur. 8-ci test tapşırığının doğru cavabına gəlin nəzər yetirək birlikdə. Deməli, biz bu tipli testlərdən çox işlədik. Burada vacib bir məqamı mən sizə diqqətinizə çatdırıb. Burada qütbü keçmək anlayışından istifadə olunur. Lakin biz burada qütbü keçməyimiz üçün nəyə diqqət eləməliyik? Baxın bura diqqətlə. Yadınıza gəlirsə biz belə bir qayda demişdik. Ekvator xətti Greenwich'e görə bölünürdü. İndi baxaq. Biz 40 şimal enliyində bir Bakı şəhəri qeyd edək. Bakı bildiyiniz kimi yerləşirdi 50 şərq uzunluğunda. Bir də, baxın, əslində burada 100 qərb uzunluğu olması doğru deyil. Bu rəqəmi siz 130 olaraq düzəltsəz daha yaxşı olardı. Çünki Bakının tamamlayıcı meridianı olsun. Yəni, bunu biz 130-cu qərb uzunluğu düşünsək. O da yerləşir 40 şimal enliyində bizim verildiyimiz coğrafi koordinat, yəni A məntəqəsi. Bizə sualda deyir ki, Bakı şəhəri arasında ən qısa məsafəni tapın. Ən qısa məsafə. Ən qısa məsafədə biz dedik ki, əgər meridianlar bir-birini tamamlayandırsa, qütbü keçməklə biz məsafəni təyin etmiş olarıq. Yəni, mən, diqqətlə bura baxsaq, mən burada işarələyəcəm bunu. Deməli, 0 azimutla qütbə qədər gedərəm, təzədən qütbdən 180 azimutla geri qaydaram. 0 azimutla gedərəm, 180 azimutla qaydaram. Yoldaşlar, mən bunu 100 qərb uzunluğu versəm də, prosesi həyata keçirə bilərəm. Aydın oldu mu? Ona görə də mən ümumi neçə kilometr yol getmiş sayıram. Bir dənə baxın. Gördüyünüz kimi 40 şimal enliyindəyəm, hər iki məntəqədə. Əvvəlcə 90'a qədər 50 dərəcə getdim, sonra 90'dan təzən 50 dərəcə qayıtdım. Cəmi neçə dərəcə yol getmiş oldum? 100 dərəcə yol getmiş oldum. Meridianal istiqamətdə getdiyim 100 dərəcə neçə kilometrə bərabərdir? 111'ə vurduqda elədir 11.100 kilometr məsafə qət etmiş oldum. Doğru cavab B variantı. Bu test tapşırığında daha doğru verilməsi üçün buranın 130 qərb uzunluğu olması vacib idi. Gəldik növbəti biz test nümunəsinə. 9-cu sual. 9-cu sualın mahiyyəti nədən ibarətdir? Ona baxaq. Məntəqələrə bir dənə fikir versəz, ekvatordan qütbə doğru düzülür. Siz bilirsiniz ki, ekvatorda hava necədir? İsti. Qütbdə hava necədir yoldaşlar? Soyuq. Bu da o deməkdir ki, ekvatordan qütbə doğru getdikcə hava sərinləyir. Bəs, mən nəyi təyin edə bilərəm? İsti havada qar xətti daha hündürdən keçir.
Bunun səbəbi nədən ibarətdir? İsti havanın soyuması üçün daha çox hündürlük lazımdır. Soyuq hava onsuz da soyuqdur. Temperaturun mənfiyə düşməsi üçün hündürlük az tələb olunur. O zaman mənim el məntəqəm 1000 metrdə qar xətti formalaşır deyə qütbə daha yaxındır, yəni birinci. Məndə M məntəqəsində qar xətti 1050 metrdə olur deyə orta enliklər, yəni üçüncü. Və sonuncu 5300 metrdə formalaşır deyə N məntəqəsində mənim məntəqəm olur ikinci. Yəni 1, 3 və 2 ardıcıllığına baxırıq yoldaşlar. 1, 3 və 2 ardıcıllığı doğru cavab oldu Y variantı. Növbəti sual nümunəsinə biz diqqət edək. Bizdə nə soruşur? Azərbaycanda ümumiyyətlə bəzi hündürlüklər ölkəmizə, bəzi hündürlüklər isə dünyada olan hündürlüklər hesab olunur. Biz 10-cu sualın belə deyim, cavabına diqqətlə baxaq. Deməli, burada hündürlüklərə nəzər yetirsək, 1640 metr hündürlükdən başlayan çayın adı Ural dağlarından başlayan Ural çayı hesab olunur. 3904 Azərbaycanın Qapıcıq zirvəsindən, yəni Ordubad rayonundan başlayan çayın adı Oxçu çayı hesab olunur. Bundan əlavə 4506 metr hündürlük Altay dağlarının Beluxa zirvəsindən başlayan çayın adı Ob çayı hesab olunur. 7439 metr hündürlükdən Qələbə pikindən başlayan çayın adı hesab olunur Sırdərya. Və 7495 metr hündürlükdən başlayan çayımız Səməni pikindən başlayan çayımızın adı hesab olunur Amu Dərya çayı. Doğru cavab oldu təbii ki C variantı. Bunu fiziki xəritədən baxaraq aydınlaşdıra bilərsiniz yoldaşlar. Növbəti test nümunəsinə baxaq. Sual təbii ki 11. Sualda bizdən nə soruşur? Arid və denudasyon. Arid sözünün mənası quraq. Denudasyon sözünün mənası parçalanma deməkdir. Parçalanma, yəni aşınma və dağılma. Quru iqlim şəraitində suxurların parçalanması və dağılmasına arid denudasyon relyef deyilir. Azərbaycanda daha çox Abşeron, Qobustan, Ceyrançol, Acnoğur, Naxçıvan alçaq dağlıqlarında rast gəlinir və səth intensiv şəkildə parçalanır. Deməli, quru və isti iqlim şəraitində yaranan kəskin parçalanmış relyeflər arid denudasyon adlanır. Doğru cavab D variantı. Bu bölgələr həm də təbii ki biz qeyd edəcəyik ki, yarğan və qobu şəbəkəsi ilə zəngin olur. Arid iqlim ərazilərində hamar olmaz, parçalanmış olar. Arid iqlim ovalıqlar üçün olmaz, əsasən alçaq dağlıqlar üçün olar. İsti və yarım arid iqlim şəraitində yaranan morfostrukturlar yox, morfoskulpturlar olar. Quru və isti iqlimli ərazilərdə yeraltı sularla yox, təbii ki suların temperatur hesabına parçalanması hesabına baş verəcək. 12-ci sual. Uyğunluğu müəyyən edin. Quba Xaçmaz iqtisadi rayonu tərkibinə Siyəzər, Şabran, Xaçmaz, Qusar və Quba inzibati rayonlara aiddir və Respublika tabeli şəhəri yoxdur. Azərbaycanın şimal sərhədləri burada yerləşir. Buradan Rusiyaya sərhəd keçid məntəqələri, Rusiya istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yolları var. Şəki-Zaqatala iqtisadi coğrafi rayonu Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən inzibati rayonlarına sahibdir. Şəki şəhəri Respublika tabeli şəhərdir. Bu iqtisadi coğrafi rayonun Rusiyada sərhəd keçid məntəqələri yoxdur, çünki relyeflə bağlı olaraq buna imkan verilir. Balakən və Zaqatala rayonlarında Gürcüstanla sərhəd keçid məntəqələri beynəlxalq əhəmiyyətli avtomobil yolu mövcuddur. Dağlıq Şirvan iqtisadi rayonu tərkibinə Qobustan, İsmayıllı, Aksu və Şamaxı inzibati rayonlara aiddir və Respublika tabeli şəhəri yoxdur. Heç bir xarici ölkə ilə sərhəd deyil. Son vaxtlarda maşınqayırma sənayesi obyektləri yaradılmışdır. Təbii ki, Dağlıq Şirvanda, Şamaxı və İsmayıllı rayonlarında. Doğru cavab olacaq 3-ə yoldaşlar A variantı. Metallurgiyanın inkişafı üçün xammal bazasına malikdir. Bu perspektiv xammal hesab olunan polimetal ehtiyatıdır. Geniş yayılıb Şəki-Zaqatalada, Balakən və Zaqatalada mazınçay, katexçay, kastar və filizçay mədənlərində. Yəni 2-yə B. Təsərrüfatın strukturunda meyvəçilik və ipəkçilik mühüm yer tutur. İpək ən çox təbii ki becərilir Şəki-Zaqatalada, Şəkidə. Baramaçılıq sahəsində inkişaf elətdirilir. Həmçinin meyvəçilik dedikdə bura aiddir tumlu təbii ki meyvəçilik. Olacaq 2-yə C. Magistral dəmir və avtomobil yolları xarici iqtisadi əlaqələrdə mühüm rol oynayır. Bəli, bayaq da qeyd etdik, Rusiya ilə iqtisadi əlaqələrimizdə olacaq təbii ki 1-ə D. Təsərrüfatda yanacaq energetika sənayesinin rolu böyükdür. Yanacaq energetika sənayesi, təbii ki burada biz Siyəzəndəki neft
mədənlərinin adını çəkə bilərik. Doğru cavab olacaq 1-ə D-Y. Düzgün cavab 1-ə D-Y, 2-ə B-C, 3-ə A. Yəni oldu A variantı. Növbəti biz gəlirik təbii ki test nümunəmizə. Bu test nümunəsi hesab olunur 13-cü sual. Biz bu sualı izah eləməmişdən qabaq bir şey deyək. Aydınlanma dairəsi deyilən bir xətt anlayışı var ki, bu xəttə görə biz nəyi təyin edə bilirik? Fikir verin. Günəş 10 şimal enliyində zenitdədir. Olarkən şimal qütb işıqlanma qurşağında. İndi bir şeyi özümüz üçün aydınlaşdıraq. Birinci növbədə bizim şimal qütb işıqlanma qurşağımız haradır? 90 ilə 66,5 dərəcəlik enliklər bizim şimal qütb işıqlanma qurşağımızdır. Yoldaşlar, işıqlanma qurşağında belə bir anlayış var. Günəşin zenit vəziyyəti nə qədər dəyişərsə, baxın. Zenit vəziyyətində olan məntəqə haradırsa, aydınlanma xətti qütbdən həmin enliyin dərəcəsi qədər fərqli olur. Gəlin baxaq. Məsələn, mənə deyir ki, Günəş 10 şimal enliyində zenitdədir, düzdürmü? Əgər mən 10 şimal enliyində Günəşin zenitdə olduğunu bilirəmsə, qütbdən, yəni 90-dan biz onu çıxsaq, taparıq ki, aydınlanma xətti haradadır? 80 şimal enliyində. İndi qütb işıqlanma qurşağı 80 şimal enliyindən 90-a qədər. Baxın, bu hissəni biz xətlə qeyd edək. Diqqətlə baxırsınız. Baxın, biz bu hissəni qeyd elədik. Bura aydınlanır, tam aydınlanır. Ona görə də burada qütb gündüzləri olur. Amma mənə deyir ki, qütb işıqlanma qurşağı daxilində qütb gündüzləri müşahidə olunmayan olacaq 66,5 ilə 90'ın arasında O ilə K-da aydınlanır. M və F aydınlanmır. Cavab M və F məntəqələri. Doğru variant oldu A variantı. Növbəti biz test nümunəsini nəzərə yetiririk. Bu test nümunəsi nədən ibarət? 14-cü sual. Baxaq. Azərbaycanda aqrar islahat, yəni aqrar dedikdə nə nəzərdə tutulur? Kənd təsərrüfatı ilə bağlı olan islahatlara aqrar islahatlar deyilir. Aqrar islahatlar zamanı, yəni 14-cü sualı nəzərə yetiririk. Aqrar islahatlar zamanı həyata keçirilməsi zəruri olan tədbirlər. Görək nədir bu? Torpaqların çox hissəsini dövlət mülkiyyətində saxlamaq, bu o qədər də əlverişli cəhət deyil. Torpaqların nə qədər çox sahibkarlara versən, fermerlərə versən və əkib becərilsə, bir o qədər daha çox məhsul yığıla bilər. Ona görə fikir yanlışdır. Sənaye və kənd təsərrüfatı müəssisələrinin əlaqələrini genişləndirmək. Bəli, buna artıq deyirlər aqrar sənaye kompleksləri. Təbii ki, heyvandarlığı yemlə, sənayeni xammalla, yeyinti sənayesini qida məmulatları ilə, ərzaq məhsulları ilə təmin edə bilir. Müasir, daha məhsuldar texnologiyanın tətbiq etmək üçün kiçik kənd təsərrüfatı yox, əksinə böyük kənd təsərrüfatı müəssisələri yaratmaq lazımdır. Ona görə 3 yanlışdır. Heyvandarlıqda məhsuldar cinslər, bəli. Məsələn, daha az heyvandan daha çox məhsul götürmək kimi. Tutaq ki, süd verən heyvanların sayını, yəni daha keyfiyyətli süd verən, daha çox süd verən heyvanların sayını artırmalıdır. Buna cins heyvanlar deyirlər. Bitki sortlar əldə etmək üçün daha az sahədən daha çox məhsul götürməyə imkan verir. 2-4 doğrudur. Əmtəlik. Əmtə nədir? Satış üçün. Əmtəlik məhsul istehsalını genişləndirmək, bəli, satış üçün olan məhsulu genişləndirmək lazımdır. 2, 4, 5 doğru cavab A variantı. Hazır məhsul istehsalı müəssisələrini xarici ölkələrdə yerləşdirmək bu fikir yanlışdır. Hazır məhsul istehsalı artıq sənin ölkəndə olsa, sən onun istehsalçısı olub, dünya bazarına onu çıxara bilərsən. Bu fikir əlbəttə ki, yanlış hesab olunur. 2, 4 və 5 bizim doğru cavabımızdır A variantı. Növbəti test nümunəsinə baxırıq. Çayların mənsəbləri və mənbələrinin mütləq hündürlüyün artan sırası ilə düzün. Azərbaycan çaylarının mənsəbi, gəlin bunu diqqətlə baxaq. Çayların mənsəbi Azərbaycanda şərqdən qərbə doğru artır. Bunun səbəbi nədir? Ölkəmizin relyefi qərbdən şərqə doğru alçalır, yəni Xəzər dənizinə doğru, amma əksinə şərqdən qərbə doğru artır. İndi mən mənsəblərin hündürlüyün artan sırasına baxacamsa, Lənkəran və Viləş çaylarının hər ikisi Xəzərə tökülür. Deməli, bunların mənsəbləri eynidir, mənfi 27-dir. Lənkəran və Araz, baxaq, Lənkəran mənfi 27, Araz məsələn biz bura deyə bilərik mənfi 11, Tərtər biz bura deyə bilərik 1-2 metr hündürlüklərdə, çünki Kür-Araz olağı daxildir. Arpacayda isə biz bu rəqəmi daha da artıra bilərik, 780 metr hündürlüyə qədər arta bilir onun mənsəbi. O deməkdir ki, burada çayların mənsəbi
çaylar şərqdən qərbə doğru düzüldüyü üçün artma istiqamətindədir. Bəli, bu fikir doğrudur. Pirsaat Böyük Qafqazın cənub yamaclarında təqribən 2200-2300 metr hündürlüklər arasında. Kür, Türkiyənin Qızıldı Gədik dağları 2742 metr hündürlükdə, Araz, Bingöl isə 2901 metr hündürlükdə və Samur çayı 3600 metr hündürlükdə yerləşir. Yəni bu da oldu onların mənsəb və mənbələrinin hündürlüklərinin artma ardıcıllığı. Doğru cavab B variantı. Biz nədə baxacağıq? Araz təbii ki -11, Kür özü -27-dir. Burada ardıcıllıq pozulur. Vəlivələ və Vilək çayları hər ikisi Xəzərə tökülür, ardıcıllıq pozulur mənsəbdə. Kür, Araz, məsələn -27, -11, Xaçın və Təngərud. Xaçından sonra yenidən Təngəruda qayıtmaz, o Xəzərə tökülür. Ona görə fikir yanlışdır. Cavab oldu təbii ki B variantı. Bunun daha asan yolunu belə tapa bilərsiniz ki, məntəqələrdə çaylarda mənsəb şərqdən qərbə doğru artır, əksinə qərbdən şərqə doğru azalır. Gəldik nəyə? Növbəti biz test nümunəsinə baxırıq. Azərbaycanın şimal sərhədləri üçün səciyyəvidir. Azərbaycanın şimal sərhədləri təbii ki Şəki-Zaqatala və Quba-Xaçmaza düşür. Bəs bu bölgələr üçün səciyyəvi xüsusiyyətlər nədən ibarətdir? Rusiya Federasiyasının ucqar cənub nöqtəsi burada yerləşir. Bəli, Rusların ucqar cənub nöqtəsi Azərbaycanın sərhəddidir. Ona görə bizə Cənubi Qafqaz ölkəsi deyirlər. Və Azərbaycanı Günəşli Azərbaycan adlandırırlar. Əsasən alçaq dağlıq ərazilərdən keçir, yanlışdır. Əksinə Böyük Qafqaz yüksək dağlıq bölgələrdir. Böyük işıqlı Qızılboğaz zirvələri Qarabağ vulkanik yaylasında olduğu üçün Böyük Qafqaza aid deyil. Şərqi Avropa ölkələri Cənubi Qafqazın dəmir yol əlaqələrində mühüm rol oynar. Bəli, bunu biz belə bir xatırlayaq. Rusların əslində Qafqaz dağlarından çəkilmiş dəmir yolu var. Lakin bu dəmir yol xətti ağır yük qatarlarının keçməsinə icazə vermir. Buradan əsasən sərnişin daşınmasını istifadə edir. Ağır yük qatarlarının keçdiyi əsas istiqamət isə təbii ki Azərbaycan üzərindəki Samur dəvəçi ovalığıdır. Yəni doğru cavab 1-4. Sudur silsiləsi bilirsiniz ki Rusiya sərhəddindədir. Qutom dağı da təbii ki sərhəddə yerləşən coğrafi obyektimiz. Deməli cavab oldu 1-4-5. Variant B. Traseka nəqliyyat dəhlizi şərq-qərbə əlaqələndirir. Ona görə də bu fikir təbii ki yanlışdır. Növbəti test nümunəsi 17-ci sual. OPEC təşkilatına aid xüsusiyyətlər. OPEC, siz bilirsiniz ki dünyada təşkilatlar bir neçə məqsədlə olur. Sahəvi təşkilatlar, regional təşkilatlar. Və biz belə bir qayda demişik ki, sahəvi təşkilatlar müəyyən bir təsərrüfat sahəsinə görə, məsələn, neft hasilatçılarının, daş kömür hasilatçılarının, mis hasilatçılarının və ya kənd təsərrüfatına qəhvə hasilatçılarının, banan hasilatçılarının, yəni bir sahə üzrə ixtisaslaşmış ölkələrin birləşməsidir. Bunların əsas məqsədi həmən məhsulla dünya bazarını zəbt etmək, məhsulun satışını, qiymətini, hasilatını tənzimləməkdir. Yəni OPEC-in əsas funksiyası dünya bazarının neftin qiymətini, hasilatını tənzimləməkdir. Digər təşkilatlar isə regional təşkilatlardır. Region ölkələrin iqtisadi əlaqələrini yaxşılaşdırmaq, azad işçi mübadiləsi, azad gömrük münasibətləri, həmçinin vahid valyutadan istifadə etməklə iqtisadi inkişafa birgə nail olmaq isə regional təşkilatların funksiyasıdır. Məsələn, Avropa İttifaqı, Latin Amerikası, ASEAN təşkilatı, NAFTA təşkilatı və s. 18-ci test nümunəsi nəzərdə edilir. Elektrotexnika və elektronika sahələrinin yerləşməsi zamanı nəzərə alınan amil. Yoldaşlar, 18-ci sualda biz distraktorlara diqqət eləsək, burada verilənlər əslində sualın şərtini bizə izah edir. Elektrotexnika və elektronika. Bunların yığılması yüksək ixtisaslı, belə deyək, mühəndis və ya işçi qüvvəsi tələb edir. Ona görə də burada ən vacib məqamlardan biri təbii ki, ixtisaslı kadrların olmasıdır. Metallurgiya mərkəzlərinin yaxınlığı. Təbii ki, bu məmulatların hazırlanması küllü miqdarda metal tələb olunmur. Metallurgiyaya daha çox gedənlər metal tutumu, dəzgah qayırma, maşın qayırma kimi sahələr ola bilər. İri sənaye rayonları, bəli, iri sənaye rayonlarının yaxınlığında ixtisaslı mütəxəssislərin sayı çox olur. Ona görə də bu doğru fikirdir. 1-3. Doğru cavab D variantı. İstehlak rayonlarına. Yoldaşlar, məhsulu sənaye rayonlarında istehsal eləməklə istehlak deyilən bir şey faydalanan bir şeydir. Məsələn, iPhone-u biz də istifadə edirik, amma yığılması hardadır? İxtisaslı kadrların bol olduğu, məsələn, iri sənaye rayonlarının olduğu şəhərlərdə, tutaq ki, Çində. Sahil rayonların yaxınlığının məsələyə heç bir dəxli yoxdur. Doğru cavab oldu D variantı. Növbəti biz sual nümunəsinə nəzər yetiririk. Bu sual nümunəsi təbii ki, bizim dəfələrlə izah etdiyimiz nümunələrdən biridir. Mən bu sualı biraz aşağıdan sizə yenidən izah etməyə çalışıram. Yoldaşlar, siz bilirdiniz ki, ölkədə var idi ümumi artım.
bir il ərzində olan artım. Ümumi artım siz bilirsiniz ki, uşaqlar iki səbəbdən ola bilər. Bunlardan biri təbii artım, doğum və ölüm nisbətinə görə, digəri isə mexaniki artım hesab olunur. Mexaniki artım. Buna bəzən biz miqrasiya hesabına olan artımda demişik. 19-cu sualın şərtinə diqqətlə baxsaq, bizdə şərtdə deyir ki, 2008-ci ildə əhalinin sayı müvafiq olaraq baxaq nə qədərdir yoldaşlar? Təbii ki, əhalinin sayı 52.185 tam, 52.185 tam, onda 2000 nəfər. 2009-cu ildə isə bu rəqəm müvafiq olaraq mövcud olub 52.218 tam, onda 5000 nəfər. İlk əvvəl biz burada keçən bir il ərzində olan artımı tapaq. Yəni, tapmaqda ötəri nə edəcəyik? 52.218 tam, onda 5000-dən çıxacaq 52.185 tam, onda 2-ni. Deməli, gəlin bu rəqəmləri bir-birindən çıxaq, görək nə alınır. Deməli, 52.218 tam, onda 5-dən çıxırıq biz 52.185 tam, onda 2-ni. Bərabərdir 33 tam, onda 3000 nəfərə. Deməli, bizim ümumi artımımız oldu 33 tam, onda 3000 nəfər. Gerisində bizə deyir ki, 2008-ci ildə əhalinin sayı miqrasiya hesabına, miqrasiya baxın budur, nə qədər artıb? 12 tam, onda 9000 nəfər. 12 tam, onda 9000 nəfər artmışdırsa, təbii artımı 1000 nəfərlə müəyyən edin. 1000 nəfərlə müəyyən eləmək üçün bunların cəmi 33,3-ü verir. O zaman mən cavabda 33,3-dən çıxacam. Təbii ki, 12,9-u. 33,3-dən 12,9-u çıxdığım zaman cavab eləyir 20 tam, onda 4000 nəfər. Doğru cavab oldu C variantı. Növbəti sualımız hesab olunur 20-ci sual. Gəlin nəzər yetirək 20-ci suala. Yoldaşlar, Melaneziya var, Mikroneziya var və Polineziya var. Melaneziya hardadır? Melaneziya 180-cı meridyanın qərbi, yoldaşlar 180-cı meridyanın qərbi şərqə düşür, ekvatordan cənubda olan qara adalar qrupudur. Ekvatordan cənubda. Bura məsələn Yeni Gvineya, bura məsələn Solomon, Yeni Hibrid kimi adalar aiddir. Yəni Melaneziyaya aiddir. Gördüyünüz kimi Yeni Gvineya B və bir də Y. Solomon və Yeni Hibrid B və Y. Mikroneziya hardadır? Yenə 180-cı meridyandan qərbdə, yəni şərq yarımkürəsində, amma ekvatordan şimalda olan kiçik adalar qrupu. Ekvatordan şimalda. Bunlar kiçik adalar qrupudur. Bura aiddir təbii ki C. Karolina və Marshall adaları. Polineziya isə Sakit Okeanın mərkəzində, yəni 180-cı meridyanın belə deyək şərqində, 180-cı meridyan şərq qərbə düşür. Deməli, Sakit Okeanın mərkəz və cənub-şərq hissələrində. Bura uyğun gəlir. Sakit Okean mərkəzində yerləşən adalar, yəni 3-ə olacaq A və bir də olacaq yoldaşlar təbii ki D. Düzgün cavab oldu Y variantı. Növbəti biz test nümunəsinə nəzər yetiririk. Bu test tapşırığı əlbəttə ki 21-ci sualdır. Gəlin baxaq 21-ci suala. 21-ci sualın həlli necədir? Siz bilirsiniz ki, baxın, ilk əvvəl biz burada müəyyən bir 40-cı paraleli çəkək. Yoldaşlar, 40-cı paraleldə biz əzbər bilməliydik. 1 dərəcəlik qös nəyə bərabərdir? 85,4 kilometrə. İndi şərtimizi hissə-hissə həll eləməyə çalışaq. Diqqətlə baxın yoldaşlar. 40-cı paralel boyunca 4-cü saat qurşağının orta meridyanı. 4-cü saat qurşağının əvvəlcə orta meridyanı tapmaq üçün qayda belə idi. 15-ə vururuq. Elədi neçə yoldaşlar? 60 şərq uzunluğu. 60 şərq uzunluğundan deyir ki, 100 dərəcə qərbdə. O zaman biz 60-dan 100-ü çıxırıq. Elədi mənfi 40. O deməkdir ki, 40 nə uzunluğu yoldaşlar? Qərb uzunluğu. 100 dərəcə şərqə gəldik. Nəyi tapdıq? 40 qərb uzunluğunu tapdıq. Oldu bizim deməli birinci məntəqəmiz. 4-cü saat orta 100 dərəcə qərbdə olan məntəqə. Buna bir X məntəqəsi var. Növbəti məntəqəmiz isə deyir ki, bizə şərtdə 20-ci saat qurşağından. 20-ci saat qurşağının orta nöqtəsini tapılma qaydası belə idi. 24-dən əvvəlcə 20-ni çıxıram, elədi 4, artıq qərbdədir. 4-ü vururam 15, elədi 60 qərb uzunluğu. Bunu buradan qeyd edək. 60 qərb uzunluğu. Sonra mənə deyir ki, həmən bu 60 qərb uzunluğu 100 dərəcə şərqə. Eyni qayda ilə, yəni 60-dan 100-ü çıxıram, elədi mənfi 40. O deməkdir ki, 40 şərq uzunluğu. Bax, buradan da 100 dərəcə gəldim, çatdım 40
şərq uzunluğuna. Baxın, bu da oldu 40 şərq uzunluğu. İndi mən gördüm ki, bunu da Y məntəqəsi verək. X və Y biri 40 qərbdə oldu, biri 40 şərqdə oldu. Mənə şərtdə deyir ki, bu məntəqələr arası məsafə 40 qərb, 40 şərq. Onları əvvəlcə toplayıram. 40 plus 40 bərabərdir 80 dərəcə. 40 şimal enliyində 1 dərəcəlik qös, yəni 80 vurulsun 85,4-ə. 80-i 85,4-ə vurduğumuz zaman görək bizdə nə alınacaq. Deməli, 80 vurulsun 85,4 bərabərdir 6832 kilometr. Həqiqi məsafəmi sonra bizə müvafiq olaraq 1 bölünsün 10 milyonluq miqyasda verəndə 5 sıfır silsəm qalır 100, yəni 6832 bölünsün 100, cavab elədir 68,32. Yuvarlaqlaşdırsaq, onluğa qədər elədi 68,3 santimetr. Belə. Növbəti test nümunəmizə nəzər yetiririk. Bu test tapşırığı 22-ci sual. 22-ci sualdır. Gəlin 22-ci suala nəzər yetirək. Bizdən nə soruşur yoldaşlar 22-də? 22-ci test tapşırığında deməli Lənkəran Astara iqtisadi coğrafi rayonuna aid əlamətlər. İqtisadi coğrafi rayona aiddir. Deməli, Cəllabad, Yardımlı, Lerik, Astara, Lənkəran və Masallı inzibati rayonlar. 6 inzibati rayon. Onlardan biri Lənkəran Respublika tabeli şəhər hesab olunur. İqtisadi inkişafı mineral faydalı qazıntılar rolu böyükdür. Biz demişdik ki, burada mineral sulardan başqa heç bir faydalı qazıntıya rast gəlinmir. Sadəcə olaraq ehtiyatı qiymətləndirilməmişdir heç bir zaman. Yəni, bu birinci fikir yanlışdır. İxtisaslaşmasında torpaq, bəli, söhbət Lənkəran ovalı və Daşan ətəklərindəki dağ sarı torpaqlar və Ocolu qileyli sarı torpaqlardan gedir. İqlim şəraiti, təbii ki, yaya quraq keçən mülayim isti, yağıntıları bərabər falan mülayim isti, rütubətli subtropik iqlim şəraiti. Ənənəvi əmək vərdişləri, əhalinin burada sıx cəmləşməsi mühim əhəmiyyəti var. Təbii ki, söhbət gedir kənd təsərrüfatından. 2 doğrudur. Bəzi hissəsində dağ yarım səhraları geniş sahə tutur. Dağ yarım səhraları Qobustan, Ceyrançul, Acınoğur hesab olunur. Burada dağ yarım səhraları təbii ki, biz demişdik, yox. Burada əsasən dağ-çöl kserofoid kolluqlar var idi. Ona görə bu yanlışdır. Şimaldan Neftçala və Biləsuvar inzibati rayonları ilə bəli, bu fikir doğrudur. 2-4. Və ərazi dövlət qoruğu və milli park mövcuddur. Bəli, ərazi eyni adlı dövlət qoruğu, Hirkan dövlət qoruğu və ətrafında Hirkan milli parkı mövcuddur. Düzgün cavab 2, 4 və 5 hesab olunur. Şimaldan Sabirabad Salyanlı sərhəd deyil. Yoldaşlar, olar. Çünki burada rəqəm olaraq 68,32 alınır. Sadəcə 10-luğa qədər yuvarlaşdırır dövlət imtahan mərkəzi. Ona görə cavab 68,4. Amma həlli qaydasını düz getmiş sayıq. Sıxıntı yoxdur. 23-cü test nümunəsinə nəzər yetiririk. 23-cü test nümunəsində bizdən nə soruşur? Qanıq-Əriçay vadisindən Kiçik Qafqazın şimal-şərq yamacı ilə və Şirvan düzü ilə axan çaylara gəlin nəzər yetirək. Yoldaşlar, Əlicançay, Türyançay, Göyçay, Girdimançay və Aksu çayları. Bunlar Böyük Qafqazın cənub yamacı ilə axaraq Şirvan düzünü kəsib keçən, yayda suvarmada intensiv istifadə olunan, bəzən Kür çayına çatmayan və Kür çayının sol qolları hesab olunur. Yəni, bu aidi Şirvan düzünə, Girdimançay Şirvan düzüdür. Şəmkirçay, əlbəttə Kiçik Qafqazın şimal-şərq yamacı ilə axaraq Kürün sağ qolunu təşkil edir. Vəlvələçay, yoldaşlar, siz bilirsiniz ki, Vəlvələçay Böyük Qafqazın şimal-şərq yamacıdır. Bu heç birinə aid deyil. Mazımçay, bu bilirsiniz ki, Böyük Qafqazın cənub yamacı boyunca axaraq Qanıq-Əriçay vadisində Qanıq çayına qovuşur. Yəni, bu aiddir təbii ki, müvafiq olaraq Qanığa. Köndələnçay isə, Köndələn bildiyiniz kimi bu çay müvafiq olaraq Kiçik Qafqazın cənub-şərq hissəsindən axan çaydır. Ona görə də bu variant heç bir cavaba uyğun gəlmir. Burada doğru cavab olur 1-ə D, 2-yə B, 3-ə A. D, B, A. Yəni, bu heç birinə aid deyil. 24-cü suala biz nəzər yetiririk. 24-cü sualda bizdən nə soruşur? Gəlin diqqətlə baxalım. Yoldaşlar, Ukrayna Respublikasına xas olan əlamətlər. Siz bilirsiniz ki, Şərqi Avropa dövlətidir. Əsasən düzən relyefə malikdir Ukrayna. Burada Ukrayna ilə bağlı olan xüsusiyyətləri gəlin baxaq. Cənub hissəsində qara torpaqlar geniş sahibdir. Bəli, Krım yarımadasından əlbəttə ki, başlayaraq çöl zonasıdır və çöl zonasında qara torpaqlar geniş sahibdir. Şərq sərhədli dağlıq ərazidən keçir, xeyir, əksinə şərq sərhədləri düzənliklərlə əhatələnmişdir. Ona görə yanlışdır. Zəngin daş kömür, söhbət Şaxtyor və Donetsdən, həmçinin dəmir filizi Krivoy roddan gedir. 1-3. Şimaldan Rusiya Federasiyası ilə və Estoniya ilə, təbii ki, bu yanlışdır.
Estoniya, Latviya, Litvanın cənubunda Belarus dövləti var. Əlbəttə ki, bu fikir yanlışdır. Estoniya ilə sərhəddə malik yox deyil. Taxıl istehsalına və ixracatına görə dünyada fərqlənir. Bəli, çöl zonalarının qara torpaqlarında taxıl ixrac olunur. Doğru cavabımız oldu. 1, 3 və 5 Ukrayna üçün. Podzol və çimli podzol torpaqlar geniş yayılmayıb. Bu torpaqlar tayqa meşələrindədir. Bunlar ən çox şimalda Rusiya Federasiyasına məxsusdur. Ona görə Ukrayna üçün bu fikir yanlış hesab edildi. Gəldik yoldaşlar 25-ci test tapşırığına. Uyğunluğu müəyyən edin deyə bir sualdır. Kimyəvi çökmə suxur, effuziv maqmatik suxurlar və metamorfik suxurlar deyə bir sual. Kimyəvi suxurlar nədir? Suda həll olan suxurlara, təbii ki, biz qeyd eləmişdik ki, necə suxurlar deyilir? Təbii ki, suda həll olan suxurlara kimyəvi suxurlar deyilir. Bunlara aiddir xorək duzu və gips, yəni birə aiddir B. Effuziv suxurlar, yəni siz burada bilirsiniz ki, effuziya, vulkan püskürməsi zamanı səthə çıxanda axan maddələrə deyilirdi. Effuziv suxurlara uyğun gəlir. Verilənlər arasında təbii ki, C variantı. Bazalt və vulkan şisti. 3. Metamorfik suxurlar çevrilmə nəticəsində yaranan suxurlar idi. Bura aiddir yoldaşlar. Doğru cavab təbii ki, D və Y. Almaz. Deməli, qrafit almaz olurdu, qranit qneys olurdu. D. Və sonuncu, kristallik şist. Qum daşı kvarsit olurdu. Şist, cilli şist olurdu. Yəni, uyğun gəlir yoldaşlar Y. Qranit özü maqmatik, qneys isə metamorfikdir. Ona görə bunlar hərəsi birinə aid olduğu üçün heç bir cavaba getmir. Doğru cavab oldu. 1-ə B, 2-yə C, 3-ə D və Y. Bugün biz sizlərlə Abituriyent jurnalı 2013-də formalaşmış test nümunələrinin izahını verdik.